Bismillah. Bu həftə bu bürclərin həyatı tamamilə dəyişəcək. Bu həftə, yəni 23 fevraldan 1 marta qədər bəzi bürclər üçün taleyüklü dönüş nöqtəsi gözlənilir. Xüsusilə aşağıdakı bürclərin həyatında ciddi dəyişiklik enerjisi var. Şir, sizin kimi şir bürcü üçün bu həftə taleyüklü qərarlar dövrüdür. Gözlənilməz xəbər və ya təklif ala bilərsiniz. Maddi vəziyyətdə canlanma mümkündür. Köhnə bir məsələ tam bağlana bilər. Cəsarətli addım atan şirlər uduzmayacaq. Balıq, enerji yüksəlir. Xüsusilə yüksələni balıq olanlar üçün yeni başlanğıc qapısı açılır. Daxili rahatlıq artır. Uzun müddət gözlədiyiniz xəbər gələ bilər. İntuisiyanıza güvənin. Dolça, həyat istiqamətində qəfil dəyişiklik mümkündür. Planlar sürətlə dəyişir bilər. Yeni tanışlıq və ya əməkdaşlıq görünür. Köhnə sıxıntılar geridə qalır. Riskdən qorxmayın. Boğa, maddi və iş sahəsində dönüş var. Gəlir mənbəyi arta bilər. Vacib təklif gündəmə gələ bilər. Səbir edən buğalar bəhrəsini görəcək. Qısa nəticə, bu həftənin ən güclü dəyişən bürcləri şir, balıq, dolça və buğadır.